Bugün bir fayda dinlədim, oxudum. İstədim sizlərə çatdırım. Yəni, salavatın elə bir incəliklərini Allah da bəzən insana açır ki, sanki heç oxumamısan. Subhanallah. İstədim sizlərə mütləq bunu çatdırım. Avs ibn Abs Əs-Səqafi radiyallahu anh deyir, Peyğəmbərimiz sallallahu belə buyurdu. Əksiru aleyyə minəs-salati. Yəni, mənə cümə günü və cümə gecəsi çoxlu salavat deyin. Bunu hamımız bilirik hədisi. Həmçinin Tirmizdə gəlir hədis, İbn Məsud radiyallahu anhudan, İnnə avlən nəsi bi mənzilətən yevməl qiyamə. Qiyamət günü mənə ən yaxın olanınız, mənə ən önəmli dərəcəyə çatan, yəni mənə yaxın olan. Ən önəmli nə deməkdir Peyğəmbərə? Peyğəmbərin şəfaətinə nail olmaq. Həmçinin cənnətdə ona yaxın olmaq. Nə deməkdir cənnətdə yaxın olmaq? Firdevs cənnəti. Kimdir deyir? Qiyamət günü əksərukum aleyyə salatan. Mənə çoxlu salavat deyən Şeyx Albani səhihdir. Başqa rivayətdə gəlir ki, əgər salavatı çox azsan, yəni gün ərzində çox-çox deyən üçün yüəssirullah ləkə əmrək. Allah sən işlərini rahatlaşdırar. Yəni, bu rivayəti ilk dəfə eşitdim mən də. İstədim sizlərə çatdım. Baxın, dedi, dərdin, qəmin aradan qalxar, günahların bağışlanar, Allah da sən işləri rahatlaşdırar. İmam Əhməd rivayət edir, Şeyx Albani deyir, səhihdir. Baxın, burada deyir ki, tukfə həmmu. Yəni, dərdin aradan qalxar. Yəni, dərdini Allah-u Teala öz himayəsi altına alar. Yəni, Allah-u Teala dərdini öz üzərinə götürər. Bu kəlməni görün, nə deməkdir bu? Burada həm söz nə deməkdir, bilirsiniz? Məkənə müstəqbələn. Yəni, gələcək dərdi. Subhanallah. Nədən çox salavat deyəndə? Yəni, gün ərzində olacaq. Problemin var sabah, dərdin var, gələcək qorxun var, gələcək düşüncən var, nə olacaq? Özün, ailən, evladların, ahirətin, sırat körpüsündən keçmək, bax, elm öyrənmək, həyat yoldaşı, salih övladlar, zürriyyəti nə olacaq? Baxın, sallallahu aleyhi və səlləm zikri. Yəni, və yaxud da ki, Allahümmə salli və səllim alə nəbiyyinə Muhammed.